Buna artıq heç nə lazım deyil. Nə elektrik xətti lazımdır, nə də Wi-Fi. Çünki hamısı özündə var. Günəş paneli var. Günəş panelindən burada şunuru var. Qoşursunuz. 24 saat istifadə edə bilirsiniz. Günəşdən, havadan, işıqdan zaryadkanı yığır. İndi deyəsiniz internet problemini necə həll eləyəcəyik? Gəl göstərim sənə. İnternet problemi də buradadır. Açdın arxa hissəsini. Gördüyün kimi böyük girişə bir dənə nömrə taxırsan, balaca girişə də bir dənə yaddaş kartı taxırsan. Nömrə nə üçündür? Nömrəyə bir dənə 5 manatlıq internet vurdun, sənə bir ay bəsdir. 5 manatlıq internet vasitəsilə istifadə edə bilərsən. Yəni bunun özünün promoy interneti olur. Çıx qoy dağın başına. Elə insanlar var ki, məsələn, sahələri var, işıq yox, Wi-Fi yox, nəzarət eləmək istəyir, baxmaq istəyir. Bu kamera o insanlar üçündür. Qoşurlar işıq olmayan yerdə, Wi-Fi olmayan yerdə megabaytını vurur, aylıq 5 manat, 6 manat konturunu vurur, nəzarət eləyir öz bağına, öz həyətinə. 360 dərəcə fırlanır, gecə görüntüsü var, hərəkət sensoru var. Kimsə daxil olduqda sizə mesaj gəlir ki, hərəkət var. Çox super özəlliklər var.